Ramiz Mehdiyevin bir evini, yəni evlərindən birini, qaldığı malikanəni efir rejissorumuz bir göstərsin. Ev sözünü təhqir edirsiniz. Ev budur. Ev. Bəli. Bax bu Azərbaycanda qeyri-rəsmi də olsa dövlət çevrilişinə cəhd eləyən, faktiki olaraq Azərbaycan dövlətinə qarşı bir qəsddə bulunan bir şəxsin malikanəsidir, mülküdür. İndi sizə Novxanı kəndində bu dövləti quran, bu bayrağı ucaldan, bax o yoxdan var eləyən Məhəmməd Əmin bəy Rəsulzadənin bugün bağça olan evinin görüntülərini sizə göstərəcəm. Efir rejissorumuzdan xahiş edirəm. İndi o görüntüləri də versin. Baxın, bu Azərbaycana xəyanət eləyən şəxsin evidir. Bax, indi görəcəyiniz görüntülər də bu dövləti quran şəxsin doğulduğu evdir ki, bugün onu bağça kimi istifadə edirlər. Mən bu görüntüləri necə əldə elədim? Əziz dostlar, dünən o tərəfdəydim və Novxanıda gəzərkən aydın oldu ki, Bakı Abadlıq Xidməti kəndin abadlaşdırılması prosesində bu bağçanı da, onun dam örtüyünü təmir eləyib, qapı pəncərəsini dəyişib. Amma mən bir anlıq fikirləşdim ki, birdən bu dam örtüyü dəyişməsəydi, o qapı pəncərə dəyişməsəydi, uşaqların başına uçacaqdı.